Hamalıqla Allahın ipinə möhkəm sarılın və parçalanmayın. İslam kontekstində qütbləşmənin xüsusiyyətləri nələrdən ibarətdir? Məzhəblər müxtəlif yozumlar və rənglərdir. Lakin təhlükəli olan məzhəbçilik etməkdir. İslam dinində əsas qaynaq və mənbələr Quran-ı Kərim və Məhəmməd Peyğəmbərin hədis və kəlamlarıdır. Məzhəblər baxışdır, dinə baxışdır. Hansısa bir məzhəbin deməyə haqqı çatırmı ki, mən yeganə məzhəbəm ki, İslamı təmsil edirəm. Dinin əsas məqsədi Tanrıya getmək, Allaha qovuşmaq prosesini həyata keçirməkdir. Kənarda təhsil alıb gələnlərin müəyyən hissəsində məzhəbçilik daha çox özünü göstərir. Məzhəbçilik etmək təhlükəlidir və dinimiz tərəfindən də bu qəbul olunmaz bir haldır.